Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Mən Gülər Orcova, FES Akademinin riyaziyyat müəllimiyəm. Bugün sizinlə birlikdə loqaritmik bərabərsliyə aid olan 5 sualın izahına baxacağıq. Lakin sualın izahına başlamazdan öncə xatırlatmaq istəyirəm ki, əgər sizlər də bizim həm ödənişli, həm də ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax ekranda gördüyünüz 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bir daha nömrəni təkrar edirəm: 077 598 38 00. İndi isə başlayaq suallarımızın izahına. Deməli, baxırıq birinci suala. Verilən bu bərabərsizliyin ən böyük tam həllini tapmağımızı istəyir. Ümumiyyətlə, biz bilməliyik ki, bərabərsizliklərdə olacaq x çıx 4, əsas 0-la 1-in aralığındadır. Ona görə işarəniz dəyişəcək. Olacaq kiçikdir 3-də 1 üstü mənfi 2. Bir nəzərə almalısınız ki, bax bu hissə ümumiyyətlə mənfi olmamalıdır. X çıx 4 böyükdür 0-dan. İndi burada həll edək. X çıx 4 kiçikdir 3-də 1 üstü mənfi 2, 3 üstü 2 deməkdir. O da 9 eləyəcək. Onda burada olacaq x kiçikdir. 9-un üstünə 4 gəlirsiniz, eləyir 13. Burada isə 4-ü atırsınız o tərəfə, eləyir müsbət 4. Baxın, 4-dən böyük olmalıdır, 13-dən kiçik olmalıdır. Deməli, bunların kəsişməsi 4-13 aralığı olmuş olacaq, amma hələ bitməyib. Deyir, bu aralıqda yerləşən bərabərsizliyin ən böyük tam həllini tapın. Ən böyük tam həlli tapmaq istəyirsinizsə əgər, 13-ü yox, deməli, bu arada 12-ni götürmüş olacaqsınız. Yəni, birinci sualda testimizin doğru variantı olur C bəndi. Keçək növbəti suala. Baxırıq ikinci suala. İkinci sualda bizə deyir ki, A-nın hansı qiymətində verilən bu bərabərsizlik bütün x-lər üçün doğrudur. Biz bilməliyik ki, bunun əsası 10-dur. Əsas da 1-dən böyük olanda işarə olduğu kimi qalır. Yəni, x kvadrat. Necə dəqiqə? Yəni, olacaq burada x kvadrat, daha sonra üstə gəl ax, üstə gəl 10. Böyükdür 10 üstü 0, o da eləyir 1. 1-i atırsınız bu tərəfə. Olur x kvadrat, üstə gəl ax, ondan da 1-i çıxırsınız, eləyir müsbət 9, böyükdür 0-dan. İndi baxın, kvadratik olan bir ifadənin 0-dan böyük olub bütün x-lər üçün ödənməsi, yəni hər zaman belə deyək də, müsbət olması hansı halda baş verir? A böyükdür 0 olanda, diskriminantsa kiçikdir 0 olma halında baş verir. Onsuz da bunun A-sı 1-dir. Deməli, A müsbətdə o hissəyə baxmırsınız. Bax, bu şərt ödənir. İndi ikinci şərt yoxlamalısınız ki, diskriminant kiçikdir 0 şərti ödənsin. Diskriminant tapanda olur B kvadrat, yəni bu A-nın kvadratı, çıx 4AC. 4 dəfə 1, 4 eləyir, 9-u da vuranda 36. Bu ifadə kiçikdir 0 olmalıdır. Elə bunun kökləri mənfi 6 ilə müsbət 6-dır. Ədəd oxu üzərində qeyd etsəz, mənfi 6 və müsbət 6. Bu formada intervalı alsaq, baxın. Kvadratın, yəni A müsbət olduğu üçün əmsalı, kənarlar müsbət olacaq, orta mənfi olacaq. Bu da bizdən kiçikdir 0 istəyir, yəni mənfi olan hissəni istəyir. Deməli, onda bura olacaq mənfi 6 ilə 6 aralığında. Testimizin düzgün cavabı olur B bəndi. B bəndi B variantı. Keçirik növbəti suala. Baxırıq burada üçüncü suala. Deyir, bu bərabərsizliyi həll edin. Əsasa diqqətlə baxsaq, kök altda 5 çıxılsın 2-dir. Kök altda 5-lərin təqribən 2 tam neçəsə çıxır. Belə deyək, 2 tam neçəsə. Ondan da 2 çıxanda eləyir 0 tam neçəsə. Deməli, bu əsas 0-la 1-in aralığında yerləşir. 0-la 1-in aralığında yerləşdiyi üçün bu ortadakı işarə hər zaman dəyişir. Olur x çıx 2, kiçik bərabərdir. Burada olur 2 çıx x bölünsün x üstə gəl 2. İndi bunu da keçirsək digər tərəfə, olur x çıx 2, çıxılsın, x üstə gəl 2-də, 2 çıx x, kiçik bərabərdir 0-dan. Buna bir ifadə kimi baxsam, məxrəci 1. Ortaq məxrəcə gətirsəm, olacaq x üstə gəl 2. Surətdə x çıxılsın 2, vurulmalıdır, x üstə gəlsin 2-yə, çıxılsın. Bu ifadə də vurulmalıdır 1-ə. İndi vururam, sadəcə mənfini nəzərə alacam, işarə dəyişəcək. Olacaq mənfi 2 üstə gəl x, kiçik bərabərdir 0-dan. Sadələşdirsəm, deməli, yuxarı bizə verir nə? Bizə verəcək x kvadrat çıx 4 mənfi 2 üstə gəl x. Burada yazdım. Onda olur x kvadrat üstə gəl x çıx 6 bölünsün x üstə gəl 2 kiçik bərabərdir 0-dan. İndi hər birinin surətin köklərini tapsaq viyyətə görə. Yuxarının kökləri viyyətə görə olacaq mənfi 3 və 2. Bir də 2. Mənfi 3 2-yə vuranda mənfi 3, toplayanda mənfi. Aha. Məxrəcin kökü isə olacaq mənfi 2, amma məxrəc nə ola bilməz? Deməli, 0-a bərabər ola bilməz. Ona görə bu formada göstəririk. İndi yazıram ədəd oxumda. Deməli, mənfi 3-ü ala bilir, 2-ni də ala bilir. Amma bu mənfi 2-ni ala bilmir.
Bu formada intervala ayırsaq, deməli, burada x kvadratın əmsalı müsbətdir, düzdürmü? Və ya 2-dən bu tərəfə bir ədəd verib də yoxlaya bilərsiniz. Çünki bunu vurğulara ayıranda, baxın, bunun vurğulara ayrılmış versiyası olacaq x üstə gəl 3, x çıxılsın 2. Bax, belə vurğulara ayırıb yerinə qiymət qoyub yaza da bilərsiniz. Bura müsbət eləyir, sonra ardıcıllıq davam edir. Müsbət, bu da olur mənfi. İndi burada deməli, bizdən kiçikdir 0 istəyir, mənfilər ştrixlənməlidir. Bir bura ştrixlənəcək, bir də bura ştrixlənəcək. Yəni, mənfi sonsuzluqdan mənfi 3-ə, mənfi sonsuzluqdan mənfi 3-ə birləşir mənfi 2-dən 2-yə. Bəli, testimizin düzgün cavabı D variantı, D bəndi alınmış olur. Keçək növbəti suala. Baxırıq 4-cü suala. 4-cü sual deyir ki, verilən bu funksiyanın təyin oblasını tapın. Baxın, cüt dərəcədən olan bir kökaltı ifadə olduğu üçün kökün altı böyük bərabərdir 0 olmalıdır. Buna görə yazırsınız ki, loqaritma 4 əsasdan x kvadrat çıxılsın 3 böyük bərabərdir 0-dan. Və başlayaq adi bərabərsizlik qaydasından həll eləməyə. X kvadrat çıxılsın 3 əsas 1-dən böyük olduğu üçün işarə dəyişməyəcək, 4 üstü 0 eləyəcək 1. Bir də bunu nəzərə almalısınız ki, x kvadrat çıxı 3 böyükdür 0 şərti ödənməlidir. İndi 1-dən böyük olan olsa 0-dan böyük olmuş olacaq. Gəlin bunu nəzərə almayaq. Artıq buranı hesablasam rahat alacağım. X kvadrat mənfi 3, 1 də keçir bu tərəfə olur mənfi 4. Böyük bərabərdir 0-dırsa, kökləri 2 və mənfi 2-dir. Deməli, öz ikisini də ala bilir. Mənfi 2 ilə 2. X kvadratın əmsalı müsbət olduğu üçün kənarlar müsbət olur, orta mənfi olur. Bu da bizdən böyük bərabər, yəni böyükdür 0 istədiyinə görə, bax buralar, yəni bu hissələr artıq ştrixlənmiş olur. Yəni mənfi sonsuzluqdan mənfi 2-yə qədər, baxın, Y variantı. Olacaq 2-dən müsbət sonsuza. Düzgün cavab Y variantı, Y bəndi alınmış olur. Keçək növbəti suala. Baxırıq 5-ci suala. Deməli, yenə burada deyir ki, verilən bu bərabərsinin ən kiçik tam həllini yazın. Baxın, birinci növbədə burada deməli 4 bölü x çıx 1 yazılıb da. Biz bunu parçalayırıq. Əsasları eyni olan qüvvətlərin vurulması kimi göstərəcəm. Amma belə. 3-də 1 üstündə 4 bölü x vurulsun. 3-də 1 üstü mənfi 1. Mənfi 1. Üstə gəl 3-də 1 üstü 4 bölünsün x böyükdür 12-dən. Baxın, 3-də 1 üstü mənfi 1 nə deməkdir? Tərsinə çevrilsə, bu olur 3 üstündə 1. 3 üstü 1 də elə 3 deməkdir. Ona görə bu hissəni silib, çox rahatlıqla 3 yaza bilərsiniz. Sonra bu 3-də 1 üstü 4 bölü x-i çıxardarsınız mötərizənin kənarına, yəni ortaq vuruq çıxardarsınız, belə deyək. Burada qalar 3, burada qalar 1, bərabərdir 12-yə. 3-ün üstə 1 gələndə 4 eləyir. Bərabərdir, niyə? Burada böyükdür olmalıdır. 3-ün üstünə 1 gələn 4 eləyir. 12-ni bölərsiniz 4-ə eləyər 3. Deməli, 3-də 1 üstü 4 bölünsün x böyükdür. İndi 3 üstü 1 yox, bunu da tərsinə çevirib 3-də 1 üstü mənfi 1 kimi yaza bilərəm. Əsas 0-la 1-in aralığında olduğu üçün işarə dəyişəcək. Olacaq 4 bölünsün x kiçikdir mənfi 1-dən. 1-i atsaz bu tərəfə 4 bölünsün x üstə gəl 1 kiçikdir 0 olacaq. Ortaq məxrəcə gətirsək olacaq x-da 4 üstə gəlsin x kiçikdir 0-dan. Köklərdən biri mənfi 4-dür. O biri isə 0-dır, amma məxrəc 0-a bərabər ola bilməz. Gətirib ədəd oxu üzərində göstərsək, deməli mənfi 4 və 0 bu formada intervala ayırsaq, indi bu x-i x-a vuranda müsbət x kvadrat eləyir. Deməli, kənarlar müsbət olacaq, orta mənfi olacaq. Bu isə bizdən kiçikdir 0 istədiyinə görə, bax, buranı ştrixləyirsiniz, cavab olur mənfi 4 ilə 0 aralığı və bu aralıqda sizin, deməli, daha doğrusu bərabərliyin ödənə biləcək ən kiçik tam həllini istəyir. Mənfi 4-ü ala bilmir, amma bu arada mənfi 3-ü ala bilir. Ona görə 5-ci sualı testimizin düzgün cavabı olur A bəndi, A variantı. Belə, bu da bizim sonuncu sualımızın izahı idi. Bir daha xatırlatmaq istəyirəm ki, bizlərin ödənişli və ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax, ekranda gördüyünüz 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videonu bəyənmək və kanalımıza abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.